Salam dəyərli izləyicilər. Məlumdur ki, artıq 9-cu siniflərin daha doğrusu 11-ci siniflərin həm birinci zonası, həm də ikinci zonası imtahanlarını verib yekunlaşdırdılar. Kifayət qədər çox yüksək nəticə göstərən şagirdlərimiz oldu. İndi həmin şagirdlərlə də video çəkib kanalda paylaşacağam. İndi isə sıra 9-cu siniflərdədir. İmtahana bir ay qalıb, bir ay müddətində necə proqramı yekunlaşdırıb, təkrar edib, sınavlar işləyib, nəticəmizi qaldıra bilərik. Bu haqda danışacağam. Deməli, şagirdlər, demək olar 9-cu siniflərin əksəriyyətinin proqramı yekunlaşıb, 1 ya 2, maksimum 3 mövzu qalar ki, imtahana proqramı yekunlaşdırmağa. Demək olar, əksər şagirdlər, əksər qruplar, həmçinin öz hazırlıq qruplarımda mövzuları yekunlaşdırıblar. Bir neçə sadə mövzu qalıb. Onları bitirəndən sonra isə həm ümumi təkrar olunacaq, həm çoxlu sınavlar işləniləcək. Həmçinin ümumidə biz təkrarlara başlayacağıq. Bu il sınavlar qrupuna çox vaxt ayıra bilmədim, əziz şagirdlər. Ona görə sınavlar qrupu açmadım. Yeni sınavlar qrupu da açmayacağım. Bunun əvəzinə ödənişsiz şəkildə çoxlu sayda sınavlar izahları ilə birlikdə kanalda paylaşacağım. Yaxşı olar ki, faydalanmaq istəyirsinizsə, burada göstərilən Telegram kanalı var. Mehman Mahmudov Riyaziyyat. Telegramda axtarış edən kimi çıxacaq. Ödənişsiz şəkildə qoşulursunuz. Həmçinin WhatsApp qruplarımız var. Burada göstərilən nömrəyə yazaraq qoşula bilərsiniz. Yazsaz əlavə olunacaqsınız qruplara. Bu son bir aylıq müddəti necə faydalı istifadə edib nəticəmizi qaldırmaq, buna baxaq. Əvvəlcə 2 martda və 9 martda olan 11-ci sinif şagirdlərinin buraxılış imtahanlarına baxanda belə bir fikir söyləmək olar ki, 9-cu sinif imtahanları da çətin olmayacaq. Necə ki, 11-ci siniflərin imtahanları rahat oldu. 9-ların imtahanları da asan olacaq. Ümumiyyətlə, hər il demək olar, asan olur imtahanlar. Sadəcə bir il biraz çətin, bir il biraz orta olur. Siz, daha doğrusu biz hamımız ümumilikdə çətin versiya üçün hazırlaşacağıq. Yəni, ən çətin vəziyyətə hazırlaşacağıq. Sınavlarımızın səviyyəsi çətin olacaq, sual saylarımız biraz çətin olacaq. Siz də çətin sualları işləyərək, çətin tipli sınavlara öyrəşərək, əgər imtahan çətin düşərsə, zaten çətinə hazırlaşırsınız. Asan olsa və yaxud da orta olsa, sizin üçün daha rahat olacaq. Bundan istifadə edərək indi deyəcəyim mövzu təkrarıdır, sınav işləməkdir. Bu metodu həm Azərbaycan dilinə, həm də İngilis dilinə tətbiq edə bilərsiniz. Bu həm sizə vaxt qazandıracaq, işinizi sürətli yekunlaşdırmaq üçün. Həmçində ortalama sınavlarda göstərdiyiniz nəticənizi qaldıracaq. Yəni, məsələn, 18-19 yazırdınızsa, 22-23 yazacaqsınız və yaxud da 12-13 yazırdınızsa, 15-16-17-yə qədər qaldıra bilərsiniz. Təbii ki, hər şey öz əlinizdədir. Yəni, başdan deyək ki, nə qədər çox çalışsanız, o qədər yaxşı nəticə göstərəcəksiniz. Yəni, illər əvvəldən, hal-hazırda da çalışan şagirdlər hər zaman öz nəticələrini göstərəcəklərdir. Yəni, çalışmayan şagird öncədən deyək ki, boş-boşuna nəticə gözləməsin. Nəticə almaq istəyirsinizsə çalışmaq lazım. Dediyim kimi, mövzular artıq yekunlaşıb. Toplamda 18 mövzudur və bu 18 mövzunun 15-16-sı, hətta bəzi qruplar artıq bitiriblər də, 15-16 mövzusu keçilib. Yəni, demək olar, imtahana düşəcək mövzuların hamısı keçilib. İndi tək-tək ayrıca videoları çəkəcəm hər mövzudan düşə biləcək tipdə suallar haqqında. İndi bu 18 mövzunu necə bölüb, təkrar edib, həmçinin sınavlar işləmək lazımdır. 18 mövzudan uşaqlar bu bir ay ərzində nə edirik? İlk hər mövzunu bax bu şəkildə də eləyə bilərsiniz. Bir mövzu seçirsiniz, məsələn, natural ədədlər. Natural ədədlərin bütün qaydalarını birinci öyrənirsiniz. Ondan sonra yaxşı olar ki, müəlliminizin təkrar etdirmək şansı varsa, təkrar elətdirər, sual cavab eləyər. Yoxdursa, hər hansısa müəllimin, YouTube-dan istənilən bir müəllimin izahına yenidən baxa bilərsiniz. Ondan sonra isə uşaqlar, sırf natural ədədlərə aid sınav işləyirsiniz. Mütləq şəkildə sırf 30 tip sual, 35 sual, mütləq də 25 sual olsun. 30 sualdan ibarət, 35 sualdan ibarət natural ədədlərə aid sınav işləmək mütləqdir. Bu uşaqlar, yəni bunu mütləq eləmək lazımdır. Eyni qaydada adı onluq kəsirlər mövzusunu öyrənirsiniz. Sonra gidib YouTube-da çalışın ki, bir yox, bir neçə müəllimin izahına baxın. Çünki hər müəllim təbii ki,
hər şeyi izah edirlər. Sadəcə bir müəllim bir şey deyir, digər müəllim daha başqa bir şey deyir. Fərqli-fərqli məlumatlar, fərqli-fərqli diqqətli olub öyrənəcəyiniz şeylər sizin heç zaman yadınızdan çıxmayacaq. Yəni uşaqlar, mənim öz kanalımda da izahlar var, başqa müəllimlərin kanallarında da izahlar var. Təbii ki, bunlara baxırsınız. Bu ümumi uşaqlar hazırlıq üçün deyirəm. Hansı şagirdə daha rahat olsa ondan istifadə edə bilər. Dediyim kimi, natural ədlər, adi onluq kəsrlər bu şəkildə bütün 18 mövzunu hər birini tək-tək işləyirsiniz, sonra gedib izahına baxırsınız, qaydalarını öyrənirsiniz, sonra da mövzu sınaqları mütləqdir uşaqlar. Əmin olun ki, mövzu sınaqlarını, işlədiyiniz mövzu sınaqlarının içərisindəki sual tiplərindən imtahana sual düşəcək. Bu bizim mövzu sınaqlarımızın, mövzuların qaydalarını öyrənib bunlarla bağlı öyrəndiyimiz və yazdığımız mövzu sınaqlarıdır. Bunun mövzu sınaqlarını ki bitirdik uşaqlar. Bunu gün ərzində 2 mövzuya eləyə bilərsiniz. Məsələn, tutaq ki, natural ədlər, adi onluq kəsrləri, hətta qruplaşdırıb faiz bölməsini də və yaxud da faiz bölməsini də ayrıca saxlayıb həqiqət ədədlər bölməsində 3 mövzunu bir gün ərzində eləyə bilərsiniz. 3-2-2 bunu bir həftə 10 günə, 15 günə uşaqlar mövzuları təkrar edib yekunlaşdıra bilərsiniz. Yerdə qalan 15 gün ərzində artıq mövzu sınaqları yox, ümumi sınaqlar işləmək lazımdır. Və ümumi sınaqları işləyəndə, məsələn, 25 suallıq bir ümumi sınaq işlədiniz, yazdınız, 18 dənə düzünüz var, 7 səhviniz var. Siz artıq 18 düzünüzü qoyursunuz kənara, fikrinizi yönəldirsiniz 7 səhvinizə. 7 səhvinizdə də inanın ki, uşaqlar, bu çox faydalı olacaq sizin üçün. Bu videonun rəy bölməsində də gəlib mütləq fikirlərinizi bildirərsiniz. İmtahandan sonra təbii ki. Səhvləriniz üzərində mütləq işləmək lazımdır. 7 səhviniz varsa, nümunə çəkirəm də şagirdlər. Həmin səhv yazdığınız mövzuları yenidən təkrar edirsiniz. Yenidən suallar işləyirsiniz həmin mövzular üzərində və səhv elədiyiniz sual tiplərini. Nəyi səhv eləmişsiniz? Elədiyiniz səhvdə hansı qaydanı bilmirdiniz və yaxud da unutmuşdunuz? Həmin qaydaları mütləq şəkildə yenidən öyrənirsiniz. Siz bunu ilk bir neçə mövzu sınağında, ümumi sınaqda eləyəndən sonra uşaqlar hiss edəcəksiniz, yazanda da görəcəksiniz. Artıq məsələn 18 yazırdınızsa 20 yazırsınız, 21 yazırsınız, 22 yazırsınız. Hətta uşaqlar məsuliyyətli şagirdsinizsə bunu 23, 24, 25-ə də çıxara bilərsiniz. Təbii ki, bu 25 yazmaq biraz şans işidir. Hər şeyi bilən şagird, yəni 25 yox, 23 də yaza bilər. Yəni 20, 22, 23, 25 yazan şagirdlər arasında heç bir fərq yoxdur. Biri şanslıdır, biri biraz şanssızdır. Bunlar olan şeylərdir uşaqlar. Yəni hər kəs 25 yaza bilər. Əmin ola bilərin ki, uşaqlar 25 yaza bilərsiniz. 25 doğru suala cavab verə bilərsiniz. Bu şəkildə imtahana qədər mütləq mövzu sınaqlarını, daha doğrusu ümumi sınaqlar uşaqlar. Bacardığınız qədər çox ümumi sınaq işləmək lazımdır. Yəni nə qədər bacarırsınızsa ümumi sınaq işləyin. Gün ərzində 2 dənə, 3 dənə, hətta izah yaza bilməsəz belə ən son variantda təbii ki, çalışın mütləq yazın, sınaqların izahlarına baxın və çalışacağım ki, mən də hər mövzuya aid mövzu sınaqları kanalda paylaşım. Telegram kanalıma ona görə qoşulun deyirəm ki, 20-25 suallıq, 30 suallıq mövzu sınaqları paylaşacağım. Ondan sonra isə ümumi sınaqları paylaşacağım və hər birində izahı ilə birlikdə. Bunu həm Telegram kanalımda, həm də WhatsApp qruplarımda ödənişsiz şəkildə eləyəcəm. Rəy bölməsində də linklər olacaq, keçid eləyib qoşula bilərsiniz. İndi çalışacağım uşaqlar, bütün şagirdlərin bir 40 nəfərlik, 50 nəfərlik bir təkrar qrupları təşkil eləyim. Ödənişsiz şəkildə eləyəcəm təbii ki bunları Nərimanov rayonu ərazisində. Orada da siyahıya qeydiyyat olacaq. İmtahana 10-15 gün qalmış. Qeydiyyat eləyəcəm. Ödənişsiz şəkildə bütün 40 nəfərlik, 50 nəfərlik təxmini bu qədər şagird üçün ümumi təkrar günlərimiz olacaq. Şagirdləri yığacaq, hamısını təkrar eləyəcəyik, suallar işləyəcəyik, mövzuları təkrar eləyəcəyik. Maraqlı dərs saatları təşkil eləyəcəm. Bunu imtahana qədər bir neçə dəfə eləyəcəm ki, əsas da şagirdlərin çətinlik çəkdiyi mövzularda bunu eləyəcəyik. Əmin olun ki, sizin üçün çox faydalı olacaq. Bu haqda da ətraflı yaxında çox geniş bir məlumat verəcəm hər birinizə. İndi bundan sonra 49-lara aid olan hissələrdir. Çalışın, izləyin uşaqlar. Bu dediklərimi yerinə yetirin. İmtahan nəticənizi asanlıqla 4-5 sual qaldıracaqsınız. Və bir neçə dəfə təkrar eləmişəm. Bunu yenidən təkrar edirəm.
Burada hər şey uşaqlar özünüzdən asılıdır. Əgər həqiqətən nəticənizi qaldırmaq istəyirsinizsə, yüksək nəticə göstərmək istəyirsinizsə çalışmaq lazımdır. Son bir ay qalıb birinci zona üçün, ikinci zona üçün. Arasında 7-8 gün fərq var. Yəni bir həftə sonra ikinci zona, bir həftə sonra üçüncü zona olacaq. Yəni bunu həm birinci zona, həm ikinci, həm də üçüncü zonada imtahan verəcək şagirdlər üçün. Şagirdlərin hər biri eləyə bilər. Üçüncü zona imtahan verəcək şagirdlər təbii ki, daha çox zamanları var. Onlardan əvvəl 2 imtahan olacaq, daha şanslıdırlar. Şagirdlər də qorxurlar ki, üçüncü zona daha çətin olur, ikinci zona daha çətin olur, bir asan olur. Uşaqlar elə bir şey yoxdur. Elə şeylərə inanmayın. Bütün imtahanlar demək olar eyni səviyyədə olur. Məsələn, birinci imtahanda üçbucaqdan çətin sual düşübsə, ikinci imtahanda üçbucaqdan asan sual düşür. Tənliklərdən çətin sual düşür. Üçüncü imtahanda tənlik asan olur, üçbucaq asan olur. Başqa bir mövzu çətin düşür və yaxud da iki sual çətin olur. Demək olar imtahanların bütün səviyyələri hər zaman, hər il eyni olub. Necə ki 2 martda imtahan verənlər imtahan ilə 9 mart imtahanı demək olar eyni səviyyədə idi. Sadəcə 2 martda imtahan verənlər 9 marta asan deyirdi. 9 martda imtahan verənlər 2 marta asan deyirdi. O da şagirdlərin onu imtahanda yox, evdə yazmaqlarına görədir. Psixoloji bir şeydir uşaqlar. Yəni imtahan səviyyəsi kənardan baxan. Məsələn, mən müəllim kimi arada fərq görmədim. Birinci imtahanda problemli sual var idi, onu kənara qoyar. Çünki o texniki bir problemdir. Amma ümumi olaraq sualların səviyyələri eyni idi, asan idi. Çalışan şagirdlərin də hər biri öz nəticələrini yaxşı şəkildə göstərdilər. İndi növbə sizdədir, yəni 9-cu siniflərdədir. Çalışın, bir ay ərzində çox şey eləmək olar, nəticəni kifayət qədər qaldırmaq olar. Başlayırıq biz sabahdan, olmasa birisi gündən artıq başlayacaq həm mövzu sınaqlarımız, həm ümumi sınaqlarımız, həm sual tiplərinin izahları və çalışacağım ki, axşamlar da canlı yayınlar açım. Canlıda həm mövzulara aid xüsusi hissələrini izah edək, həm çoxlu suallar işləyək. Bu qədər uşaqlar, videonu çox uzun tutmuram, yormuram sizi. Dediyim kimi Telegram kanalına qoşulun və yaxud WhatsApp qrupumuza da qoşula bilərsiniz. Hər şeydən tez xəbər olacaq. Sınaqlar göndəriləcək, ondan sonra isə izahlar göndəriləcək. Ona görə də qoşulun kanala ki, birinci sınaqları yazın, vaxtınız olsun. Ondan sonra isə izahlarına baxaraq yoxlayın, səhvlərinizi öyrənin, düzlərinizin sayını müəyyənləşdirin. Bu qədər uşaqlar, bu belə deyək, başlıqlı videodur. Bundan sonraki videolarımız artıq sual tipli, mövzu izahlı, imtahandakı işinizi asanlaşdıracaq videolar olacaq. Bu qədər uşaqlar, hər birinizə uğurlar.